Astaranın Şahağac kəndində salınan yeni məhəllələrin yolları keçilməzdir. Vəziyyət o həddə çatıb ki, əraziyə nə təcili yardım, nə də taksi gəlir. Taksi gələndə isə 1 manatlıq yolu 10 manat aparır. Mövcud vəziyyət vətəndaşların gündəlik həyatını sözün əsl mənasında çətinləşdirib. Yollar pis gündədir. Ayaqqabı, elə nə qədər ayaqqabı adam alsın, geyindirsin uşağa. Xəstə olur, yəni maşın bura girə bilmir, heç bir maşın gəlmir bura. Bizim yardımımız sizə budur ki, bizim yolları düzəltsinlər, xahiş edirik. Bura Astara rayonunun Şahağac kəndində salınan yeni məhəllələrin yollarıdır. Əhalinin sıx yaşadığı bu yollarda heç vaxt əsaslı təmir işləri aparılmayıb. Şəhərə gedirsən, bu palçıqlı ayaqqabı ilə, savaşqı ilə necə gedəsən? Gərək gedib küçədə yuvasan, təmizləyəsən, çıxıb gedəsən. Bizim indi ölümüz ölüb, həm traktora qoyub çıxartdılar küçəyə, küçədən götürdülər, apardılar. Xəstə olur, ölüm olur, hələ bugün yaxşı yağış yağır. Bu sürətli yağış yağanda bu yanlar gölməçə olur. Buradan yerimək olmur. Ən acınacaqlı vəziyyət isə daha çox payız qış aylarında olur. Yağış yağanda həyətlər sel suları ilə dolur. Taksilər də 1 manatlıq yola 10 manat pul alır. 3 uşaq atasıyam. Uşaqları məktəbə apara bilmirəm. Qonşuda yas oldu, meyidi güclə aparmışıq. Hamısı palçıq içində. Hər ayda ayaqqabı alırsan, ayaqqabı cırılır. Məsələ ilə bağlı Şahağac kənd bələdiyyəsinin sədri İnam Teymurov bildirdi ki, bu il Şahağac və Şiyəkəran kəndlərinə asfalt örtüyünün çəkilməsi planlaşdırılır. Kənddə bu il 2026-cı ildə hər iki kənddə, Şahağacda, Şiyəkəranda da yenidən dövlət tərəfindən asfaltlaşma işləri gedəcək. Planda var. Hər bir kənd üçün 450-500 metrə yaxın o yollar asfaltlanacaq. Qeyd edək ki, yeni salınan məhəllələrdə 50-yə yaxın təsərrüfat var. Rövşən Almazoğlu, Fidan Səfər, Spayız xəbər, Astara.